Arxamda görünən məscid Quba məscididir. Mədinənin göz muncuqlarından, göz bəbəklərindən biridir və Quba məscidinin İslam tarixində və Mədinənin tarixində olduqca çox fəzilətli bir yeri var. Belə ki, 622-ci ildə Peyğəmbər sallallahu əleyhi və səlləm Məkkədən Mədinəyə hicrət edəndə Quba məscidində ilk namazını burada qılmışdı və hədislərdə bildirilir ki, Peyğəmbərdən qalma bir deyim var ki, Quba məscidində 2 rükət namaz qılmaq ümrə ziyarətinə bərabər bir fəziləti var. Lakin Quba məscidinin yanında elə bir yer var ki, demək olar ki, İslam tarixinin özlüyündə olduqca fəzilətli, olduqca möhtəşəm bir yerdir. Belə ki, Məkkədən Mədinəyə gəldiyi zaman Peyğəmbərimiz onu Mədinənin ənsarları məhz bir yerdə, bir bağda qarşılamışlar ki, bugün sizə həmin bağ haqqında məlumat vermək istəyirəm. Olduqca həyəcanlı, Mədinənin səfəri üfüqdə görsənən zaman da bu həyəcan məni bürümüşdü və o bağın yanında olan zaman insanın duyğuları bir qəribə bir şəkildə baş verir, sanki içində bir kəpənəklər oyanır. Bu duyğunu sizə də yaşamağı məsləhət bilirəm. Tam da Quba məscidinin yanındadır və əgər ki, ümrə səfəri zamanı bura gəlsəniz, mütləq Bustan Əl-Müstədalı ziyarət etmədən getməyin. Mədinəyə çatan Peyğəmbər sallallahu əleyhi və səlləmimiz bura gələn zaman məhz bu hissədən keçərək burada dincini almış və bir stəkan suyunu içmişdi. Bugün burada həmin sudan içmək də olur və sizə belə girəcəkdə stəkan verirlər. Suyu açıq rahat şəkildə içə bilirsiniz.